ibarətdir. Yəni, bi ön qoşmasından və əs-sabri, bax, burada ismindən ibarətdir. Sonra, demək, Əsr surəsi ilə qutardıq. İndi keçək Fil surəsinə, üzr istəyirəm, Huməzə surəsinə keçək. Huməzənin mənası qeybət edənlər deməkdir. Məkkədə nazil olub və 9 ayədən ibarətdir. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adı ilə. İndi başlayaq. Veylun li kulli huməzətin luməzəh. Veylun, vay halına. Mənası vay halına deməkdir. Demək, Azərbaycan dilində vay sözü elə ərəblərdən götürülmədir. Ona görə veylun, vay halına deməkdir. Cümlənin mübtədasıdır. Burada qeyri-müəyyənlikdədir. Qeyri-müəyyənlikdə və adlı halındadır. Veylun li kulli, hər kəsə hərfi tərcüməsi xəbərdir. Şibhi cümlədir, yəni li və kullidən ibarətdir. Və hərf cər, yəni li ön qoşması və kulli məcrur ismindən, məcrur, yəni yəlik halında olan isimdən ibarətdir və muzafdır. Yəni, burada li kulli huməzətin luməzəh, qarışıq təyini söz birləşməsidir bu. Hardan bildik qarışıq təyini söz birləşməsidir? Çünki burada bir sifət də iştirak edir. Bax, gördüyünüz kimi